Bugün sizlərlə We Were Liars, yəni Yalancılar kinosu haqqında danışacağam. Yalancılar kinosu çox qəşəng bir kinodur. Prime'ın kinosudur. Yəni izləməyinizi tövsiyə edirəm. Mütləq izləyin. Qısaca haqqında məlumat verəcəm. Yəni 4 dost fikirləşin. Bu 4 dostdan 3-ü qohumdular, yəni və çox varlıqlıdılar. Özlərinə aid adaları var və hər yay fəslində bunlar özlərinə aid olan bu adada gəlib şənliklər, partilər keçirdirlər. Sadəcə 4-cü dostları ilə də burada tanış olurlar bu adada. Sonra dostluqlar davam eləyir nə qədər. Ondan sonra başrol qızımızın başına bir hadisə gəlir. 16 yaşında. Bundan sonra komaya düşür və 17-ci yaşında oyanır və nə hadisə başına gəldiyini burada heç kim danışmır və hər bölüm keçmişlə, gələcəklə bağlı görüntülər görsənir və ən sonda qızın başına nə gəldiyini öyrənirik. Mütləq izləyin və Safet qalanınızı hazır eləyin, çünki axırında böyük şok yaşayacaqsınız və ağlamaqdan özünüzü tuta bilməyəcəksiniz. 100% əmin olun. Mənim bu kinoya xalım 10 üzərindən 9.5-dir. Çox qəşəngdir. Mütləq izləyin.